Mən Fərhad Sultanov, fotoqraf və təlimçi olaraq Azərbaycan Respublikasının Xətai rayon İcra Hakimiyyəti, Gənclər və İdman Nazirliyi, Kaspi Liseyi və Azərbaycan Fotoqraflar Birliyinin birgə təşəbbüsü ilə təşkil olunan fotomüsabiqədə bu ilki memarlıq və şəhərsalma forumuna aid olan bir müsabiqə təşkil olunub. Təlimin mövzusu fotoqrafiya haqqında kiçik bilgilərin öyrənilməsi, işıqla necə işlənmə, mobilografiyanın kiçik qanunlarının, işıq, kompozisiya, kontrast, ümumi bilgilərinin kiçik bir formada şagirdlərə çatdırılması əsas məqsədidir. Bu təlimdə Kaspi Liseyinin şagirdləri ilə bərabər Xətai rayonunda yerləşən digər məktəbin şagirdləri də aktiv iştirak etdi. Ümid edirik ki, şagirdlərə bunu yetərincə aşılaya bildik. Bu yarışda şagirdlər ümid edirəm ki, gözəl şəkillər çəkib və yüksək yerlərə nail olacaqlar. Çünki təlimdə öyrəndiklərini ümid edirik ki, tətbiq edəcəklər bu şəkillərə. Bu yarışda hər bir şagirdə uğur arzu edirik və ümid edirik ki, gözəl şəkillər ərsəyə gətirib göndərəcəklər.